Artıq TV-lərimizdə bir neçə gündür təmizləmə işləri aparırlar. O müğənni gələ bilər, bizim efirə bu gələ bilməz, o gələr, bu gələ bilməz. Bilmirik, nə oyunlar gedir, yəqin bir, iki aydan sonra nəticəsini görəcəyik. Və mən o bir siyahı tərtib olunubdu, orada kişi müğənnilərimizin adını gördüm, şok yaşadım. Talib. Ama kişinin günahı nədir? Bu kişi kimi mahnı oxuyan var, ifaçı var, müğənni var. Azərbaycanla bağlı bir mahnı oxuyub. Mən baxdım, heyran oldum. Rəqs də qurublar, çox gözəl də ifa edir. Hörmətli televiziyalar, bilmirəm indi bu yanlış fikirdir, yanlış deyil. Amma onun adına da rast gəldim. Talib. Çox istərdim onun fotosunu da burada qoyum, yerləşdirim. Nəsə hələsə etməmişəm. Niyə görə onu adını siyahıya qoymuşsunuz? Düz açıqlama verdi ki, yox, mənim xəbərim yoxdur. Heç kim mənə rəsmi deməyib falan. Hörmətli televiziyalar, sizin bu kişilərimizlə nə işiniz var? Onlar ki, Talib ki, arxasını böyütməyib, dırnağını uzatmayıb. O ki, hər gün gəlib burada demir ki, mən 3 arvad almışam, hərəsindən bir uşağım var, nə bilim 4-cü ilə ailə quracam, nigahım yoxdur, o arvadların əri var. O ki, bu ifadələri işlətmir. O ki, özünü belə təqdim etmir. O sadəcə olaraq musikisini, ifasını təqdim edir. Sizin kişilərlə, kişi müğənnilərlə işiniz yoxdur. Fironluq edən, at oynadan müğənni arvadlarla, qadınlarla işiniz olsun. Bu kişilərlə işiniz yoxdur. Son 2-3 ili bütün kişi müğənnilər arxaya çəkilib. Ancaq musiqilərini təqdim edirlər. Talib ilə işiniz yoxdur. Etməyin bunu, etməyin. Talib. İnsanlar sizi sevir, heç narahat olmuyor.